1992-ci ilin məhz bu günü Azərbaycan BMT-nin üzvlüyünə qəbul olundu və Ermənistanla müharibə dövründə müharibə ilə bağlı 4 qətnamə qəbul etdi. Lakin illər uzunu bu qətnamə demək olar ki, havada qaldı. 2020-ci ildə Azərbaycan BMT-nin 4 qətnaməsini özü yerinə yetirməklə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bütün bunların fonunda çalışacağıq bu məsələlərə, eyni zamanda İran müharibəsinə toxunaq. Beləliklə, qonağımız millət vəkili Azay Quliyevdir. Azay müəllim, istəyirdim öncə bu dünyanın, belə deyək ki, hal-hazırda diqqət mərkəzində olan İran müharibəsi ilə başlayaq. Bilirsiniz ki, artıq bir neçə gündür bu gərginlik davam edir. Ümumiyyətlə, regional təhlükəsizlik baxımından bunu necə şərh etmək olar? Əlbəttə, regionumuz üçün bu çox mənfi bir hadisədir, çox neqativ bir hadisədir. Çünki heç bir ölkə istəməz ki, onun ətrafında bu cür hərbi münaqişə baş versin. Çünki bugün ABŞ-İsrail-İran münaqişəsi yaxud da artıq müharibəsi demək olar. Elə bir həddədir ki, bu hər zaman regional təhlükəsizliyi təhdid edə bilər və məhz İran bu coğrafiyadan kənara çıxa bilər və real hərbi deməli, münaqişəyə yaxud da hərbi əməliyyatların genişlənməsi ssenarisinə keçə bilər. Bu da əlbəttə ki, bizim üçün, Azərbaycan üçün ən arzu olunmaz bir haldır. Çünki bilirsiniz ki, Azərbaycan İranla qonşu ölkədir, 765 kilometr bizi sərhədimiz birləşdirir və biz bu sərhəd boyunca daim çalışmışıq ki, hər zaman münasibətlərdə məhz təhlükəsizlik amili əsas amil olsun və bir-birimizə hər hansı bir formada problem yaradılmasın. Düzdür, bizim tariximizdə zaman-zaman müxtəlif dövrlər olubdur, Azərbaycanın kifayət qədər narazı salan və Azərbaycana qarşı milli maraqlarımıza uyğun olmayan müəyyən hərəkətlər olubdur. Amma bunları biz indi müzakirə etmirik təbii ki. Ancaq bütövlükdə bir reallıq ondan ibarətdir ki, Azərbaycan bir dövlət olaraq hər zaman İrana münasibətdə çox dürüst və səmimi olubdur və öz ərazisində hər hansı bir formada İranın əleyhinə istifadə olunmasına imkan verməyibdir və İranın daxili işlərinə qarışması məsələsində həmişə beynəlxalq hüquq normalarına əməl edibdir və bir dövlət olaraq hər zaman İranla dost və qonşuluq münasibətində olmağa üstünlük veribdir. Və bugünkü hadisələr də bir də onu göstərdi ki, Azərbaycanın siyasəti nə qədər doğrudur. Azərbaycan dövləti doğrudan da öz qonşularına münasibətdə çox dəqiq, eyni zamanda hesablayan təmkinli və soyuqqanlı bir siyasət həyata keçirilir. Əlbəttə, İranın ali din rəhbərinin qətlə yetirməsindən sonra Azərbaycan dövlətində, Cənab Prezidentində, İran Prezidentindən başsağlığı göndərməsi və bu məsələyə münasibət bildirməsi də xüsusi diqqətə layiqdir və təsadüfi deyək ki, İranın səfiri də bugün ABD açıqlamada Azərbaycan bu mövqeyini təqdir etdi. Və bilirsiniz, Azərbaycan elə bir bölgədə yerləşir ki, biz bu cür məsələlərə çox ehtiyatla, həssaslıqla yanaşmalıyıq və burada ən vacib məsələ Azərbaycan milli maraqları olmalıdır. Və bugün Azərbaycan milli maraqları da onu diktə edir ki, maksimum dərəcədə proseslərdə neytral, barışdırıcı mövqe sərgiləmək və elə Xarici İşlər Nazirliyində verdiyi bəyanatı, eyni zamanda bilirsiniz ki, bizim nazirimizlə Ceyhun Bayramovla İranın Xarici İşlər Naziri Arakçı arasında telefon danışığı oldu və telefon danışığında Azərbaycan mövqeyi belə oldu ki, biz tərəfləri məsələni məhz beynəlxalq hüquq normaları çərçivəsində diplomatiya yolu ilə həllinə çağırırıq və isə belə bugünkü formatda Azərbaycanın verə biləcəyi ən doğru mesaj da bundan ibarətdir. Ancaq regional təhlükəsizlik kontekstine yanaşsaq, əlbəttə bu çox böyük bir təhlükə bugün hal-hazırda hiss olunmaqdadır və siz görürsünüz ki, artıq keçən il 12 günlük iyun deməli, münaqişəsindən fərqli olaraq artıq indi münaqişənin əhatə dairəsi daha da genişlənməkdədir. Birinci, elə İranın ali dini rəhbəri başda olmaqla bir çox rəsmilərin fiziki baxımdan neytrallaşdırılması, yəni onların qətlə yetirilməsi və bütövlükdə bugün Amerika Birləşmiş Ştatlarından İsrailin əsas hədəfinin İranın təkcə hərbi obyektləri deyil, eyni zamanda siyasi infrastrukturu, hətta gələcəkdə ola bilsin ki, iqtisadi infrastrukturu olması və eyni zamanda İranın cavab tədbirlərinin artıq əvvəlki kimi kiçik, necə deyərlər, hücumlarla məhdudlaşmaması və Körfəz ölkələrinin bir çoxunun artıq hədəfə götürülməsi və bugün artıq məlumat əldə oldu ki, artıq İsrailin hökumət evinin də vurulması, eyni zamanda İsrailin hərbi
qüvvələrində hədəfə alınması bir də onu göstərir ki, bu dəfəki münaqişənin masştabı, əhatə dairəsi daha genişdir və daha təhlükəlidir. Əgər bu regional təhlükəsizlik məsələsinə baxsaq, gələcəkdə məsələlərə daha soyuqqanlı yanaşılmasa və nəzarətdən çıxsa, bu artıq çox ciddi regional bir münaqişəyə çevrilə bilər. Artıq bu daha, yəni deyək ki, hərbi hava qüvvələrinin iştirakı ilə məhdudlaşmaz və digər deməli, hərbi kontingentin də münaqişəyə cəlb olunması məsələsi ola bilər və hesab edirəm ki, bu da region üçün çox böyük bir fəlakət deməkdir. Əlbəttə, bunun iqtisadi tərəflərini qoyaq bir tərəfə. Bugün bilirsiniz ki, Hörmüz boğazında baş verən hadisələr, ümumiyyətlə ABŞ-İsrail-İran müharibəsi dünya iqtisadiyyatını ciddi şəkildə təhdid etməkdədir. Neftin qiymətinin yəni sıçrayışla artması təhlükəsi var. Düzdür, bir baxımdan indi Azərbaycanın maraqlarından baxsaq, bizə yaxın belə deyək də dövrdə bu bizim üçün əgər müəyyən üstünlükdürsə, əlavə gəlir deməkdirsə, amma orta və uzun vadədə bu bizim üçün də böyük bir problemdir. Çünki neftin qiymətləri qalxırsa, artıq qlobal bazarda qiymətlər də qalxır, digər deməli təsirləri var və nəticədə bizim üçün inflyasiya riskləri və deməli bir çox deməli malların bahalaşması riski də var. Yəni bunun həm iqtisadi, həm siyasi, həm təhlükəsizlik deməli kontekstə yanaşsaq, bu çox böyük bir fəlakətli bir ssenari ola bilər. Üçüncü isə əlbəttə ki, əgər İranın daxilində bu xaosla və ciddi qarşıdurma ilə müşahidə olunan ssenari ilə keçid olsa, onda artıq məsəl verirəm Azərbaycan üçün daha böyük risk yaranır. Təkcə humanitar baxımdan bu risk qiymətləndirilməməlidir. Yəni burada insan axını, insanların Azərbaycanda köç etməsi və s. bu eyni zamanda daxildə olan xaotik proseslərin və nəzarətdən çıxan proseslərin də baş verməsinə gətirib çıxara bilər ki, bu da Azərbaycan üçün çox belə deyək də riskli bir vəziyyətin yaranmasına gətirib çıxara bilər. O ki, qaldı bunun beynəlxalq hüquq kontekstində buna yanaşma. Əlbəttə ki, beynəlxalq hüquq normalары baxımından biz məsələyə qiymət versək, bu bir dövlətin digər dövlətə qarşı olan güc tətbiq edir və bir dövlətin rəhbərinin sui-qəsdə məruz qalmasıdır, öldürülməsidir. Bu da əlbəttə beynəlxalq hüquq normalarına yol verilmir və bu beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir. Və əlbəttə burada indi məsələnin digər tərəfinə də baxsaq, bilirsiniz ki, İranın bugün hədəfə götürülməsinin əsas səbəblərindən biri məhz nüvə deməli təhlükəsizliklə bağlı, nüvə silahının yayılmamasına bağlı beynəlxalq müqavilənin şərtləri ilə izah olunur. İndi əlbəttə bu şərtlər çərçivəsində danışıqların mahiyyəti necə gedib, bunlara bir şərh edə bilməz. Çünki ən azı bu detallarda məlumatımız yoxdur. Amma istənilən halda düşünürəm ki, hər bir ölkə əgər buna qoşulubsa, nüvə silahların yayılmamasına bağlı müqaviləyə qoşulubsa və bu müqavilənin şərtlərinə də əməl edilməlidir və əlbəttə biz çox istərdik ki, danışıqlar məhz nəticə ilə yekunlaşsın və məsələ bu qədər deyək ki, hərbi müstəviyə keçməsin. Ancaq ümid edirik ki, yaxın günlərdə düzdür, müxtəlif ssenarilər və müxtəlif necə deyək, proqnozlar verilir. Trump bəyan etdi ki, bu ən azı 4 həftəyə qədər davam edə bilər. Müxtəlif deyək, ölkələrin bura qoşulma deməli riski var. Xüsusilə deyək ki, Böyük Britaniya, Fransa kimi ölkə, Avropa ölkələrinin bura qoşulma riski var və eyni zamanda bugün İranın bilirsiniz ki, belə olan halda digər ölkələri açıq hədəf kimi elan etməsi məsələnin nəzarətdən çıxma ehtimalını yəni gücləndirə bilər və bu da əlbəttə ki, yenə deyirəm, çox ciddi qarşıdurmaya və bəzən də nəticələri proqnozlaşdırılmayan fəlakətlərə gətirib çıxara bilər. Ona görə də bugün Azərbaycanın mövqeyə yanaşması ondan ibarətdir ki, tərəflər maksimum dərəcədə səbirlə, təmkinlə, soyuqqanlı şəkildə məsələyə yanaşmalıdır və bütün hallarda diplomatik çözüm imkanlarını, necə deyərlər, məzədən keçirərək bu imkanların verə biləcəyi üstünlüklərdən faydalanmağa çalışmalıdır. Əlbəttə, indi biz təxminən belə bir ümumi şərhi belə verməyə çalışırıq. Çünki mən bir daha qeyd etmək istəyirəm ki, İran mövzusu bizim üçün çox həssasdır. Hər bir verilən şərhlər təbii ki, kifayət qədər ölçülü biçilməlidir. Soyuqqanlı yanaşma, təmkinli yanaşma tələb edir. Çünki bizim milli maraqlarımız bunu bizə necə diktə edir. Çünki elə bir regionda yerləşirik ki, həm milli maraqlarımızı qorunmalıyıq, həm müstəqilliyimizi qorunmalıyıq, həm də elə bir siyasət yürütməliyik ki, gələcəkdə həmin o siyasətin zərərini görməyə, əksinə faydasını görür. Və indiki halda Cənab Prezidentin həyata keçirdiyi xarici siyasət doğrudan Azərbaycanın təhlükəsizliyini, milli maraqlarını ən yüksək səviyyədə təmin edir. Burada bir haşiyəni də çıxıb qeyd etmək istəyirəm. Çinmərə xanım, bilirsiniz ki,
Azərbaycan dövlət sərhədlərini bir neçə müddətdir ki, qapalı saxlayır. Yəni, bugünkü hadisə bir də onu göstərir ki, Azərbaycan dövləti nə qədər uzaq görən və hadisələri öncədən, necə deyərlər, proqnozlaşdıran bir siyasət həyata keçiribdir. Və bugün Azərbaycanın bu qarışıq bu bölgədə bu qədər, necə deyərlər, geosiyasi turbulansların baş verdiyi və ciddi ixtişaşların, münaqişənin baş verdiyi bir ərazidə özünün müstəqilliyini, özünün təhlükəsini qoruyub saxlaması ən böyük bir şərtdir. Ona görə də biz doğrudan da dövlətimizin apardığı bu siyasəti çox yüksək qiymətləndiririk və hesab edirəm ki, həm xarici siyasət, həm daxili siyasət və bütövlükdə qəbul olunan qərarlar Azərbaycan vətəndaşının, Azərbaycan dövlətinin və Azərbaycan millətinin maraqlarına xidmət edir və bugün biz bunun bir daha şahid olduq. Azay müəllim, bəs BMT-nin bugün mövcud vəziyyətə təsir imkanları nə qədərdir? Elə burada İslam Dövlətləri Liqasını da məsələn misal gətirə bilərik ki, baxın, bu təşkilatlar bugün İran müharibəsinə nə qədər təsir etmə imkanına malikdirlər? Deməli, çox belə bir maraqlı bir vəziyyət yaranıbdır. Bugünkü hadisə bir də onu göstərdi ki, bugün dünyada yaradılan, mövcud olan heç bir beynəlxalq qurum, heç bir dövlətlərarası təşkilatlar hər hansı bir əhəmiyyətə malik deyirlər. Hər hansı bir rol oynamırlar. Bu istəyir BMT olsun, istəyir BMT-nin Təhlükəsizlik Şurası olsun, istəyir Şanxay Əməkdaşlıq Təşkilatı olsun, istəyir İslam İqtisadi Təşkilatı olsun və s. Yəni, burada bir daha əmin olursan ki, güc faktoru əsas rol oynayır. Bugün Amerika Birləşmiş Ştatları ilə İsrailin birgə alyansı, müttəfiqliyi qarşısında duran bütün bu normaları, bütün bu, necə deyərlər, prinsipləri öz maraqları çərçivəsində tənzimləyir və demək olar ki, bunların heç birinə əhəmiyyət vermir. Yəni, bir daha buna biz qaydırıq ki, bugün beynəlxalq hüquq ölkələr tərəfindən istədikləri formada istismar olunur. Onların işlərinə yarayan zaman beynəlxalq hüquqa istinad olunur, amma işlərinə yaramayan zaman burada, yəni ki, beynəlxalq hüququn hər hansı bir rolu oynamır. Ona görə də əlbəttə bugün biz açıq bunu qeyd etməliyik. Vəziyyət elə yaranıb ki, indiyə qədər aparılan siyasətin də hesab edirəm ki, ən mənfi nəticələrindən budur ki, İran bugün təkdir. Və bugün İrana qarşı olan bütün bu koalisiyalarda biz hər hansı bir dövləti İranın, yəni hərbi baxımdan dəstəklədiyini biz görmürük. Düzdür, Rusiya ilə İran arasında bilirsiniz ki, bir neçə həftə bundan öncə bir Laricanlının iştirakı ilə müdafiə, yəni hərbi hava qüvvələrində müdafiə ilə bağlı müəyyən bir saziş imzalanmasından bağlı mətbuata məlumat getdi, 500 milyon dollar civarında. Amma bunlar hamısı bir daha göstərir ki, yəni belə bir çətin bir vəziyyətdə hər dövlət özünün, necə deyərlər, təhlükəsini təmin etməlidir. Və siz xatırlayırsınız, Cənab Prezident dəfələrdir bu məsələni ictimaiyyətə təqdim etməyə çalışır ki, heç bir halda Azərbaycan başqa bir gücə, başqa bir, necə deyərlər, dövlətə güvənməlidir. Azərbaycan özünə güvənməlidir. Bu özünə güvənc məsələsi həm də ondan qaynaqlanır ki, birinci, düzgün və doğru siyasət aparasan, ikinci, özünün hərbi iqtisadi potensialını doğru istiqamətdə qurasan. Və əlbəttə ki, üçüncü isə sən elə bir münasibətdə qurmalısan ki, həm yeri gələndə müttəfiqlik imkanlarından faydalanasan, həm də özünü bu və digər formada təhdidlərdən və təcavüzkarlıqdan qoruya bilərsən. Ona görə də bugünkü məqamda nə BMT-nin rolu var, təbii ki, bu onsuz da yox idi, nə də ki, dediyiniz digər qurumların da rolu var ki, bu da çox acı bir həqiqətdir. Bu bir də onu göstərir ki, bugün qlobal təhlükəsizlik arxitekturası deyilən bir məfhum yoxdur. Bir də deyilən beynəlxalq hüquq normları yoxdur. Əslə baxımdan var ya, dediyim ki, bunu kim necə tətbiq edir, kim bunu necə istismar edir, kimi işinə yarayanda buna necə deyərlər, istinad edir, işinə yaramayanda bunu necə hesab sayır. Yəni, bütün bunların hamısı əlbəttə onu göstərir. Bir də burada mən açığı deyim ki, çox mənfi bir presidentin də yarandığını biz görürük. Bugün, yəni belə bir mənzərə var ki, istənilən güclü ölkə öz maraqlarını təmin etmək üçün hər hansı bir ölkənin başçısını oğurlaya bilər, öldürə bilər və istənilən halda hücuma keçib onun, necə deyərlər, tamamilə əsrardan çıxara bilər. Bu gücün nə qədər təhlükəli bir formada, təhlükəli bir boyutda tətbiqindən xəbər verir. Amma artıq bu reallıqdır, biz bunu hər hansı bir formada dəyişə bilmərik. Amma görünür ki, məsələn, Rusiyanın bugün məsələyə münasibəti, Çinin məsələyə münasibəti, Avropa İttifaqının məsələyə münasibəti, görürsünüz nə qədər bu münasibətlərdə müxtəlif və ziddiyyətli məqamlar var. Ona görə də bugün geosiyasi maraqlar ölkələrin özünün milli gündəliyini nəyin bahasından olursa olsun həyata keçirmək istəyi məhz bütün bu təhlükəsizlik arxitekturasını alt-üst edibdir, darmadağın edibdir. Ona görə də heç bir halda biz bunu əlbəttə ki,
necə deyərlər, doğru bir vəziyyət olduğunu qəbul edə bilmərik. İndi sonuncu sualınızın sonuncu hissəsinə gəldikcə Azərbaycan timsalında Azərbaycan bunu təəssüflə olsun ki, bayaq qeyd etdiyiniz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edilməməsini dəfələr görürük. Biz sizin studiyada bundan bağlı dəfələrlə danışmışıq. Yəni həmin dövrdə nə idi? Elə həmin o Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiya deyildimi? Həmin o beynəlxalq hüquq normalarını necə də tapdaq ayaqlı altına alsın, bunu heçə saysın və Azərbaycanın işğala məruz qaldığı halda Azərbaycanın işğalla barışmalı olduğunu desin. Yəni biz həmin reallıq dəyişməyibdir. Təəssüflə olsun ki, bu belədir. Ona görə də bir daha güc amili, güclü dövlət amili, güclü iqtidar vətəndaş birliyi amili üzə çıxır. Və bugün çox sevinici haldır ki, məsələn, Azərbaycanda bu amildən hər üçü var. Güclü dövlət var, güclü ordu var, güclü vətəndaş hakimiyyət birliyi var. Və bugün hansı o ölkələrdəki bu cür çaxnaşmalar olur, bunun əsas səbəblərinin biri də ölkədə olan stabilliyin pozulmasıdır. Məsələn, İranda yanvar ayında baş verən daxili təratümlər, orada olan sosial, iqtisadi necə deyərlər, narazılıqlar və s. Bugün ona görə də fikir verirsə bundan istifadə edən ölkələr çox asanlıqla müəyyən daxili qrupların da bu prosesdə cəmləşməsinə, aktivləşməsinə hesablanan addımlardır və hərbi müdaxilədən çəkinmir. Ona görə də bir ölkə o qədər güclü olmalıdır ki, dediyim kimi, həm iqtisadi baxımdan, həm sosial birlik baxımından, milli birlik baxımından, həm də hərbi baxımdan güclü olmalıdır ki, həmin ölkənin bu qədər açıq şəkildə həssaslığı olmasın, hərbi təhdidlərə və təcavüzkarlığa qarşı bu qədər, necə deyərlər, açıq və həssas, eyni zamanda bu qədər gücsüz bir durumda olması. Faktiki olaraq bugün İrandakı hadisələri biz baxsa görürük ki, İranın hərbi hava qüvvələri demək olar ki, həyata keçirilən hərbi hücumları dəf etməkdə acizdir və bugün tam nəzarət, yəni deməli İranın hərbi məkanına tam nəzarət ABŞ və İsrail hərbi qüvvələrinin əlindədir və bu da əlbəttə ki, İran üçün çox çətin bir durum yaradır və hadisələrin daha çox faciəli sonluqla yekunlaşması üçün müəyyən mənada əsaslar yaradır. Azay müəllim, bir məsələdə soruşmaq istəyərəm. İndi az öncə biz toxunduq onsuz-dakı BMT-nin qətnamələrinin icra edilməməsi məsələsinə. Azərbaycan prezidenti hər dəfə çıxışlarında bildirirdi ki, artıq BMT lazımsız bir quruma çevrilibdir. Siz necə düşünürsünüz? Ümumiyyətlə, bu qurum ləğv olunmalıdır, yoxsa fəaliyyətində bir korrektə etməlidir? Bilirsiniz, bu qurum dövlətlərarası bir qurumdur. Bu qurumu yaradan dövlətlərdir. Və bu qurumun yaranmasında da məqsəd heç də sözün əsl mənasında dünyada sülhü, əmin-amanlığı yaxud da insanların təhlükəsizliyini təmin etmək olmayıbdır. Bu deklarə olunmuş bir deməli bəyanatlar idi. Çünki nəyinsə bir belə deyək də bir xoş niyyətli bir bəyanatlar əsasında bu yaranmalıdır. Bu 45-ci ildə yarananda da əsasən burada yenidən dünya düzəninin necə formalaşacağını və bu düzəndə kimin hegemon olması ilə bağlı konkret olaraq ABŞ-ın və burada mən deyərdim ki, Sovetlər Birliyinin, o dəfə Sovetlər Birliyinin konkret bir baxış bucağı var idi. İndiki dövrdə isə yenə də həmin deməli yanaşmalar dəyişməyirdi. Sadəcə olaraq Sovet dövləti dağılıbdır. Onun yerinə indi Rusiya deyək ki, özünün regional hegemonluğunu qorumağa çalışır və bu da mümkün olmayıbdır və Rusiyanın vəziyyəti bugün hamıya bəllidir, hansı vəziyyətdədir. Qalır burada ABŞ. ABŞ bugün mən deyərdim ki, tək başına məhz bu dünya düzənini formalaşdırmağa çalışır, yeganə ölkədir. Bugün ABŞ-ın razılığı olmadan BMT-nin hər hansı bir ciddi islahat aparacağı, yaxud da ciddi qərar verəcəyi gözləmək mümkün deyil. Düzdür, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü var ki, ondan veto hüququ var, amma veto hüququnun istifadə edilib edilməməsi də məhz aparılan ümumi siyasətin kontekstindən daha dəqiq qiymətləndirilə bilər. Ona görə də bugün ABŞ dünya düzəni tək başına yaratmaq istəyir. Ona görə də bugün belə deyək də BMT-nin Təhlükəsizlik Şurası yaxud da BMT-nin institutları heç bir nəticəyə yönümlü qərarlar qəbul edə bilmir. Və indi biz deyək də, indi biz dəfələrlə müzakirə etmişik, deyək ki, Trumpın təşəbbüsünə yaranan Sülh Şurası. Bu BMT-nin hansısa formada yenidən demontaj olunması, yaxud da müəyyən islahatlara keçirilməsi, aparılmasından bağlı bir ümidlər yaradırdı. Amma bunun da taleyi necə olacaq? Burada hansı konkret addımlar atılacaq çox önəmlidir. Ona görə də hal-hazırda bir həqiqət ortadadır ki, meydandadır ki, biz bir həqiqəti qəbul edirik ki,
artıq beynəlxalq düzən yoxdur və beynəlxalq deməli təhlükəsizlik sistemi işləmir, beynəlxalq münasibətlər sistemi işləmir. BMT hansı ki, bu münasibətlər sisteminin qorunmasına məsul olan qlobal təhlükəsizliyə və sülhə birbaşa məsuliyyət daşıyan orqan kimi öz funksiyalarını yerinə yetirə bilmir. Ona görə də bugün biz beynəlxalq münasibətlər sistemində bu cür xaosu, bu cür hərc-mərciliyi, qeyri-müəyyənliyi müşahidə edirik. Özbaşınalığı və dərəbəliyi necə deyək, belə Azərbaycan dilinin o gözəl imkanlardan istifadə edib bu məsələni biz təsvir etsək, sözün əsl məsələn burada dərəbəlik və hərc-mərcilik bugün müşahidə olunur. Ona görə də gələcəyə hal-hazırda dəqiq proqnoz vermək çox çətindir. Çünki qeyri-müəyyənlik həddən artıq çoxdur. Amma istənilən halda elə İran müharibəsi də və digər müharibələr də mənə belə gəlir ki, bu beynəlxalq düzənin gələcəkdə necə şəkillənməsini müəyyən mənada irəli aparan, yaxud da bunu müəyyən mənada təhrikləyən hadisələr olacaqdır. Biz həmişə demişik ki, beynəlxalq düzənin yeni formada razılaşdırılması üçün çox ciddi geosiyasi tektonik hadisələri olmalıdır ki, dövlətdə silkələnsin, dünya silkələnsin və artıq məcbur olsunlar ki, hər hansı bir yeni razılaşmaya razılıq versinlər. Amma bugün mən yenə deyirəm, hazırki dünya düzəni, yəni beynəlxalq münasibətlər sistemindən daha yaxşı sistemin müəyyənləşdirilməsi çox az ehtimal olunur. Çünki burada bilirsiniz ki, neçə ildə bunun üzərində iş aparıldı, dövlətlərin müstəqillik, suverenlik prinsipləri əsas götürüldü və indi artıq bu prinsiplər işləmədiyinə görə gələcəkdə hansı düzəmin məsələ üçün razılaşdıracaqlar? Ola bilərmi ki, desinlər ki, əgər bir ölkə digər ölkəyə ultimatumu qəbul edilmirsə, güc tətbiq edə bilər. Yəni bu anormal bir şey ola bilər. Biz qayıda bilərik feodal dövrünə, yaxud da 500-600 il bundan əvvəlki dövrə. Yəni bugün sivil dünyanın tələb etdiyi yanaşma tamamilə onu deməyə əsas verir ki, ölkələrin suverenliyi, müstəqillik prinsipi mütləq şəkildə qorunmalıdır. Bunun hansı formada qorunacaqdır? Əlavə məhdudiyyətlər gətiriləcəkmi, gətirilməyəcəkmi? Bu artıq başqa bir müzakirə mövzusudur. Və yeri gəlmişəm, burada mən nüvə silahının yayılmamasından bağlı müqavilənin də bir maddəsindən bağlı demək istəyirəm ki, burada bütün ölkələr, bura qoşulan ölkələr belə bir öhdəlik götürür. Amma burada bu da tam deyildir. Burada məsəl üçün qeyd olunmalıdır ki, bunun üçün əgər hər hansı bir risk yaranarsa, onda artıq beynəlxalq qurumların atacağı addımlar nədən ibarət olmalıdır? Və bu müəyyən mənada qeyri-müəyyənlik yaratdığına görə artıq silahlı qarşıdurmalar üçün hüquqi olmasa da müəyyən siyasi əsaslar yaradılır. Ona görə də yəni gələcəkdə bu məsələlər hesab edirəm ki, həm dövlətlərin, həm də beynəlxalq münasibətlər üzrə mütəxəssislərin müzakirə etməli olacaq məsələlərdən biridir ki, məhz indiyə qədər hansı boşluqlar var ki, bu boşluqlardan dövlətlər sui-istifadə edərək beynəlxalq nizamı, beynəlxalq münasibətləri, beynəlxalq hüquq normalını pozmaq üçün özlərində bəhanə tapırlar. Məsələn, özünü müdafiə etmə qabiliyyəti, haqqı. BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə etmə haqqı var. Amma o nə vaxt bu haqq verilir, sənə faktiki hücum edildiyi təqdirdə. Məsələn, Azərbaycanın timsalında biz bundan istifadə etdik. Bizə hücum olmuşdu, ərazimiz işğal edilmişdi. Biz bunun qarşısını aldıq. Amma əgər sənə hücum edilməyibsə, əgər sən hər hansı bir təcavüzə məruz qalmamısansa, sən bu 51-ci maddədən istifadə edərək hərbi əməliyyatda keçirib başqa ölkəyə hücum edə bilməzsən. Təbii ki. Çox sağ olun, təşəkkür edirəm Azay müəllim. Minnətdaram sizə. Qeyd edim ki, qonağımız millət vəkili Azay Quliyev idi və biz İran müharibəsi fonunda BMT-nin mövcud vəziyyətə təsir imkanlarından danışdıq. Təbii ki, növbəti qonağımızla da elə bu mövzunu müzakirə edəcəyik. Ümumiyyətlə, İran müharibəsinin iqtisadi təsir imkanlarından danışacağıq. Əvvəlcə bir sujetimiz var. Sujetimizi təqdim edək, sonra qonağımızla davam edəcəyik.